Mən oxuduğum xəbərə cavab deyəm. Siz məcbur deyilsiniz ki, mənim oxuduğum xəbərlə bağlı burada müzakirə açasınız da. Mən xəbəri oxuyuram efirə. Orada girin baxın da, nə olar ki. Dəyərli izləyici, orada bir qadın adı yazınsan, payını ver deyirsən, o ilə hüquqi müstəvidə danışıqlar aparacaq biz. Daha doğrusu mən danışmayacağım, hüquqi müstəvidə cavab verəcək. Çünki mənim söyüşlü ağzım və bir qadına yanaşmayacaq danışıq tərzim yoxdur. Ona görə də hüquqi müstəvidə cavabını verəcək. Əvvəliyev, çox sağ olun. Allah Qənirə Paşayevə rəhmət eləsin. Bizim gözəl jurnalistimiz, sonra da deputatımız. Düzdür, mən heç kimi oxşamaq istəmirəm. Bəzən oxşadır izləyicilərimiz. Mən heç kimi oxşamaq istəmirəm. Heç bu fikirdə də olmamışam heç vaxt. Mən özüm olmaq istəmişəm. Min şükür Allaha da ki, özüməm yəni. Yunus kişi söhbət elədi, elə o qadın müzakirələrinə necədir belə oturub qulaq asırsan? Təsəvvür eləyirəm, hansı şəkildə qulaq asırsan sən o adamlara? Mən nə prosta oxşatmaq istəyirəm, nə də ki, real oxşatmaq istəyirəm, prosta oxşatmaq istəyirsən. Mən nə yaxşı tanıyırsan, deyirsən, prosta oxşatmaq istəyirsən. Həm də ki, mən niyə oxşamalıyam ki, ümumiyyətlə Qənirə Paşayevə, nə üçün oxşamalıyam ki? İnsan nəyisə nail ola bilməyəndə, nəyisə əldə edə bilməyəndə başqalarını yamsılamaq istəyir. O da ki, min şükür Allaha, mən hələ ki, heç kimi yamsılamamışam. Bundan sonra da yamsılamayacağım. Allah sizi qorusun, çox-çox sağ olun, var olsun. Ərəb adlı biri yazıb, Səidə deyirlər, yahudisən, düzdür. Ağzında Səidə deyirsən, mən Səidəyəmsə nətər yahudi oluram. Sənin adın ərəbdir, o deməkdir ki, mənim də adım yahud olacaq. Yox, Səidəyəm elə. Bu kimdir? Qarğış bloqlar nədir? Qarışıq bloqlar. Qarışıq bloqlar. Mən dedim axı ki, hüquqi müstəvidə məsələ həll olacaq. Siz o tərz danışa bilirsinizsə elə ayıb sözlərdən, biabırçı ifadələrdən mənim əvəzimə cavab verə bilərsiniz. Amma mən söyüşmədiyimə görə və bir də ki, o tərz danışıq ümumiyyətlə mənə çox-çox yad olduğuna görə. İkincə ki, ölkəmizin hüquqi müstəvisi var. Məhkəmə instansiyası var. Şər böhtan atanlar, qarayaxma kampaniyası aparanlar, işgüzar nüfuza xələl gətirənlər lazımı yerdə cavablarını verəcəklər. Ona görə siz heç narahat olmayın, heç narahat olmayın. Göyçəkdən sizi sevənlər, çox sağ olun. Tehran aşiqlər, siz öncə müsəlman olan, sonra danışır. Onlar müsəlmandılar, prosta söyüş müsəlmandılar. O söyüş müxalifəti var da, bunlar da indi söyüş müsəlmanlardır. Ya da ki, söyüşçül müsəlman zat. İslama zid müsəlmanlar zatdır. Bunlar yəni belədilər də. Salam, 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 salam. Müharibə olacaq sizcə. Müharibə gedir də onsuz da. Gürcüstandan salamlar. Siz də pul yığırsınız burada. Hə, görmürsən, bayaqdan deyirəm ki, şir atın, şir atın. Şir yoxdursa pələng atın, pələng yoxdursa zürafədən zaddan göndərin. Görmürsən, pul yığıram, bayaqdan oturmuşam burada. Qoymursan, dollarları üst-üstə yığaq. Azərbaycanda olmayacaq, yox, niyə Azərbaycanda olsun ki? Kətəbəkdə salamlar. Söz yığır, hə, o düz deyir. Millət vəkili vəbşə.
Ayasın necəsən, keyfin halı necədir atam? Mamagil təbrik eləyərsən mənim adımdan. Vəzifəniz nədir? Mənim vəzifəm yoxdur. Qazaxdan salamlar, əleykümə salam, Şəkidən salamlar, əleykümə salam, Vüqar bəy. Bilmirsiniz dollar düşəcək, ya yox. Şəmkirdən salamlar. Süper qadın, çox sağ olun. Ay Allah, ona niyə cavab vermirsiniz yazan izləyicilərimiz? Dedim axı ki, ona hüquqi müstəvidə cavab veriləcək və o da hüquqi müstəvidə cavabını verəcək və cavabını da alacaq. Siz ümumiyyətlə görmüsünüz, mən kiminəsə belə deyişim, bir video çəksin, bir video mən, bir video çəksin, bir video mən. Bir Rəqsanə ilə bağlı məsələdə kifayət qədər video çəkdim. Videoda çəkmədim, canlı yayımda danışdım. İndi onu götürüb kəsib paylaşmışdı bəzi izləyicilərim. O da ki, tanınan adam idi. Kifayət qədər özünün izləyici kütləsi olan adam idi. Məsəl üçün, mən birinin ümumiyyətlə birini ekspert kimi qəbul eləmirəmsə, ümumiyyətlə o nə bilim, vəzifənimi deyim, vəzifə deyil əslində ekspert olmaq, amma qoyun bunu da deyim də. Biri ümumiyyətlə ekspert deyilsə və heç vaxtı da olmayacaqsa bu sahədə ekspert, sizcə mən onun niyə adını çəkib nəysə deməliyəm ki, ümumiyyətlə və bir də ki, mənim boşananlar ailə eksperti olublar, sözüm niyə həmin adama təsir etdi ki, o bəyəm ekspertdir ki, ona təsir etdi. Hər halda burada belə çox maraqlı məqamlar var. Yenə də deyirəm, hüquqi müstəvidə məsələ həllini tapacaq. Sadəcə bilirsiniz də, bu 11 gün Azərbaycanda bayram günləridir. Ona görə də biz gözləməliyik ki, bayram bitsin, necə deyərlər. Cəllabadın Ucqar kəndinə salamlar, əleykümə salam. Adam özünü öldürür ki, ekspertlər deyib mənə nəzərdə tutdu. Ay xanım, sən nəyin ekspertsən, kimin ekspertsən, ümumiyyətlə sənə kim dedi ki, ekspertsən? İndi efir veriblərsə 2-3 saatlıq o demək deyil ki, siz ekspertsiniz. Sadəcə efirə lazımdır ki, hay, həşir, qışqırıq, bağıran, çığıran biriləri gəlsin, belə ekspert qəhrəmanların üzərinə şığıyan filan biriləri olsun. Onlar da maksimum çalışıb elə adamlar tapırlar. Orada özünə çox hörmət edən ekspertlər var. Sözünü, çəkisini, efir etikasını, mədəniyyətini bilən ekspertlər var. Yəni ona görə də bu kimsə sizə deyirsə ki, ekspert filan ki, o demək deyil, siz ekspertsiz də. Televiziya öz marağına işləyirdi, sayənizdə verişlər də bağlandı deyə bilərəm. Köməyinizə ehtiyacım var. Məsələmi işıqlandırmaq üçün yazan izləyicimiz. İnşallah biz qaynar xətti ixtiyarınıza verəcəyik. Bütün problemlər ora video formatında çəkilib atılacaq və biz baxacağıq. Hesab bulunmadı. Kim deyir ki, sakit qarşılamışam? Sizə kim dedi ki, mən sakit qarşılamışam? Sizə çox səhv informasiya veriblər. Rəqsanə ilə bağlı məsələdə də mən dedim ki, Rəqsanəyə də bildiniz ki, mən dedim ki, yəni mən ona hüquqi müstəvidə. Sadəcə özü onkoloji xəstədir. Yəni yenə ona görə də heç zərrə qədər yəni demədim ki, hə, bağışlayaram ona görə filan. Xəstədir, sözü bilməli idi danışığını. Sadəcə mən onu övladına görə bağışlamışam, övladına qurban eləmişəm. Bunu demişəm, bilmişsiniz. Amma bu demək deyil də hamısını balasına, bunu qardaşına, bunu anasına qurban eləyəcəm deyə bir şey yoxdur. İkinci də ki, Rəqsanə İsmailova səhvinə görə ən azı 4 dəfə üzr istədi də. Amma yəni birisi də var, danışır, dayanmadan yenə də danışır. Yenə də söyüşlə, filanla, təhqirlə anlamır ki, onların hamısı qayd olunur və aidiyyatı üzrə təqdim olur onların hamısı. Bu işlə məşğul olan vəkilim var, əməkdaşlığa başlamışam, paylaşımını da etmişdim. Hətta mənim hüquqlarım qorunur, bir kəlmə bunu deyə bilərəm. Bundan sonra kim o tərz danışacaqsa, cavabını da alacaq. Mən sadəcə özümə hörmətimlə sustum ki, yaxşı deyil ki, mən məhkəmədə qalan adam deyiləm, o bu. Gördüm ki, hə, yox, bu artıq kiməsə
belə deyək də, ayağını daha belə rahat almaq üçün şərait yaratdısa, yox. Yəni daha yerinizi biləcəksiniz həqiqətən də. Danışığınızı da biləcəksiniz, yerinizi də biləcəksiniz. Biləcəklər də, bunu da sizə deyim yeri gəlmişkən. Yox, əsəbləşmirəm, Əfsun, niyə əsəbləşirəm? Vəkilimdir, ay Səidə xanım, bəzən düzən çıx efirinə və salam. Sənə gələn sözlər mənə gəlmiş kimidir. Sən mənim müvəkkilimsən, hüquqlarımı qoruyacam və salam, tamam. Heç mənə deyirlər ki, sən buna görə, kimə görə əsəb keçirdirsən, buna görə əsəb keçirdirsənsə, yəni niyə əsəbləşməyə dəyərmi? Bu adam üçün deyirəm, yox. Adamlar var ki, onun itirəcək heç nəyə yoxdur, amma mənim ən azından itiriləcək bir hörmətim var da. Olmaz yəni, hər kəs ağzından çıxanın məsuliyyətini daşımalıdır. Sən elə belə ağzıma açdım, gözümü yumdum, nə bilim alov zat püskürdüm orada. Yəni o deyil, vallahi də billahi də yox. Mən heç kimi bağışlamayacağam. Mən yenə də demişəm. Mən düzdür dedim ki, Rəqsanəni bağışlasam atamın qızı deyiləm, anamın verdiyi süd haram olsun, atamın verdiyi çörək haram olsun, amma yenə də deyirəm. Bir adamın övladı hər gün saatlarla ürək getməsindən əziyyət çəkirsə, epilepsiya xəstəsidir. Övladı Rəqsanə İsmailovanın. Və sırf bu məsələ yaranandan sonra, bu gərginlik yaranandan sonra olubsa, mən dedim, övladına qurban eləyirəm onu, özünə də dedim. Sizi övladınıza qurban eləyirəm. Və bir də deyirəm ki, adam dəfələrlə üzr istədi, dəfələrlə, hətta mənim efirimdə də üzr istədi. Mən dedim ki, mən sizi bura üzr istəməyə çağırmamışam. Mən həmin o başından böyük danışan adamla da bağlı dedim ki, efirimin qapısı açıqdır. Gəlin, burada mənimlə bağlı dediyiniz sözləri burada deyin. Burada deyin, gəlmədi ki. Çünki hünəri çatmadı, ona görə gəlmədi. Elcan abi var. Bu deyir, əhli sünnəyəm, bilmirəm. Nəsə, mənim çatmır elə şeylər, sünni şiyazadı o yan bu yan. Yəni, nə demək istəyirəm? Mən ona da deyirəm ki, bir əlində telefon Səidədir, bir əlində də İslam aşiqiyəm, nə bilim, nəyiyəm, Səidə düşmənidir, nədir. Deyirəm ki, studiyaya gəl, qonaq dəvət edirəm səni. Deyir, yox, yaxşı olmaz, deyir. Etikdir ki, mən xanımı dəvət edim, deyirəm, ay qardaşım, yoldaşım, dəyərli insan, bu studiya qonaqlar üçündür də. Mən bloger deyiləm ki, deyim ki, mən bir dənə blog çəkəcəm, səni paylaşacağım. Adam gəlmir studiyaya. Yazmışam, nömrəmi də vermişəm şəxsimə, yaz demişəm. Bildiniz də kimi deyirəm də. O gün o ilə bağlı efirdə danışdım. Nəhayət ki, telefonunda göstərir, onu da danışır. Yəni, nə demək istəyirəm? Çağırıram da gəlmirlər də. Nə Amerika gəlir, nə İsrail gəlir, nə də nə bilim, bu mənəm ekspertəm, nə bilim, nəyəm. Nə ekspertlər gəlir, gəlmirlər də. Niyə? Çünki üz-üzə danışmaq çətindir. O dediyin sözü burada da deməsən, ona görə də gəlmirlər. Amma yenə də deyirəm, bu studiyanın qapısı, baxmayaraq ki, cavabını verəcək hər dediyi sözə görə, amma bu studiyanın qapısı düzdür, artıq üzünə açıq deyil, çünki artıq biz məhkəməyə göndəririk də işi. Amma ona qədər açıq idi. Dayansaydı, stop desəydi, Rəqsanə kimi üzr istəsəydi, onda udardı bəlkə də. Amma yox, təbii ki, onun birinci videosu da özünə xas videoydu. Özünü qoyurdu ortalığa, kimliyini qoyurdu ortalığa. Ona görə də artıq, necə deyərlər, bu xəmir çox su aparacaqdır. Yox, Elcan zadı məhkəməyə verməmişəm. Elcan söyüş söymür ki. Elcan da qərəzli danışır, amma ki, yoxdur, söyüş söyməz. Ağbaş kişiyə də qalanda Bəli Akif Nağı da dediklərinə görə cavabını aldı. Səhər kanalı, Zəhər kanalı. Hələ bir dənə də bacı qurbanları var idi, onlarla da bağlı danışmışam. Düz eləmədim. Nəyi düz eləmədim, Nizami bəy? Nəyi düz eləmədim? Ağbaş kişiyə cavabımı? Sizə o sözləri deyəndə götürərdiniz boynunuza, mən götürmürəm. Sizlə bağlı danışsa desə, onda siz qəbul eləyərsiniz. Yox, Akif Nağı ilə o tonda danışmaq lazım idi.
Siz nə bilirsiniz ki, Akif Nağı ilə o tonda danışmaq lazım deyildi? Mən yenə də deyirəm, mənə dediyi sözü sizə desə, deyirsiniz ki, Akif, öpürəm səni, üzündən gözündən də öpərsiniz, ağ saçlarına qurban olum, heyran olum, səni verənə şükür, ay elimin gözəl oğlu filanı deyərdiniz. O mənə dediklərinə görə cavabını aldı. Mən hələ heç bir qonaqla və yaxud da ki, efirdə olduğum adamla o tərz danışmamışam. Bunu gözəl bilirsiniz, siz məni izləyirsinizsə bilirsiniz. Yenə də deyirəm, sizə desəydik, nəzərə alacam. Siz onda deyirsiniz ki, gəlin ki, görüş vaxtını təyin eləyək. Saat neçədə, harada görüşürük, nə tür görüşürük zat. Siz elə deyirsiniz. Amma mən deyirəm ki, başından böyük danışma. Mən onda elə deyirəm, elə də deməliydim, bəli. O sözü deməzsə, o cavabı da almazdı. Bu qədər bəsit. Yəni, hər şeyin deyiliş forması var. Hər sözün qaydası var. Hər fikrin ölçüsü var. Ona görə yenə də deyirəm, mən deyəndə hələ sevinsin ki, bir daha deyirəm ki, orada stəkan uçmadı onun başının üzərindən. Yəni, indi sizi bilmirəm, valla, onun vəkili siz nəyisizsə bilmirəm, amma kəşki orada olardı. Çünki o dodağın adına deyə dediyi sözlər də var idi ki, üzvəyiz oturduğuma görə mən onu görürsünüz, siz mənə deyirsiniz ki, siz səhv elədiniz, gərək o tərz deməzdiniz, hə? Mən də sizə deyirəm ki, onun əvvəlindəki sözü eşidin, siz mənə deyəcəksiniz ki, Səidə xanım, siz hələ onu az dediniz. İnanın ki, deyərdiniz. Bəzi izləyicilər yazır, hələ az deyibsiz. Kim ki, diqqətlə dinləyib onun dediyini. Təzə bir adam sosial şəbəkədə mənimlə bağlı danışır. Deyir ki, deyirlər ya, aslanın erkəyi dişisi olmaz. Mən deyərdim ki, donuzun erkəyi dişisi olmaz, ilanın erkəyi dişisi olmaz. Sonra deyir ki, Səidə Bəkir qızının ruhi xəstəliyi var, onu aparıb əsəb dispanserində yatızdırmaq lazım. Mən ona gördüm ki, mən ruhi xəstə olsaydım, indi bu danışığınıza görə bu stəkan sizin başınızın üzərindən uçmalıydı. Səhv demişəm. Ruhi xəstə olsaydım, yəni ağız burun partlatmalıydım da orada düzdür. Normal adam olduğuna görə o fincanı atmadım da. Amma xəstə olsaydım atmalıydım, düzdürmü? Sonra da video çəkib deyir ki, mən Səidə Bəkir qızına heç qadın kimi də baxmam. Heç mən ona qadın gözü ilə də baxmam. Mən ona qadın zat demərəm. Mən də deyirəm ki, düz deyirsiniz. Mən axı açıq-saçıq geyinmirəm. Mən əzlə büzülə gəzmirəm. Mən dodağımı filanımı yekəltməmişəm ki, siz qadın kimi baxasınız. Deyirəm, mən qapalı geyinirəm. Deyir ki, nəzərə alaram. Dediniz, nəzərə alaram, deyir mənə. Mən də onun ardından deyim ki, başınızdan böyük danışmayın. Vəssalam. Nəyi haqq elədisə, onu da dedim. Amma sabah studiyaya onu qonaq çağıracağımsa, o demək deyil, o tərz danışacağım. O dediyi sözlərə görə orada cavabını aldı, bitdi. Mən ümumiyyətlə kimdənsə belə küsülü, kinli filan, mən ümumiyyətlə kinli adam deyiləm. Kinli adam deyiləm. Ona görə də, onun sabah ola bilər ki, hansısa bir çox ciddi bir mövzu ilə bağlı məsələn deyirəm. Studiyaya dəvət eləyə bilərəm. Məsələn deyirəm, düzdür, belə bir fikrim yoxdur, amma məsələn deyirəm də. Adam o an üçün danışdığına görə. Məsəl üçün, adam sosial şəbəkəsində deyir ki, mən onu ümumiyyətlə jurnalist saymıram. O kimdir ki, jurnalist olsun? Sonra da gəlib efirdə oturanda deyir ki, Səidə xanım, bilirsiniz, mən istəmirəm sizi kimi bir jurnalisti Azərbaycan itirsin. Siz deyir, çox potensiallı jurnalist. Deyirəm, hay Allah, mən dəliyəm. Yoxsa, yəni, orada sən yazırsan ki, mən ümumiyyətlə ona jurnalist demirəm. Onun nə vaxtın jurnalist oldu? Gəl mənə yüzdə otursan, deyirsən ki, mən istəmirəm sən kimi jurnalist Azərbaycan itirsin. Bir daha deyirəm, Allah hamıya ürəyinə görə versin. Verir də Allah hamıya ürəyinə görə. Necəsə oldu, onu yəqin ki, kimsə öyrətmişdi, nə eləmişdisə, o elə danışdı. Niyə ümumiyyətlə, yəni zamanla mənə izləyən birisi çıxdı sonra birdən-birə, niyə elə danışdı ki, onu anlamadım. Yəni belə. Halal olsun sənin dilək Doğana, çox sağ ol. Yox, Həsən bəy, mən düz elədim. Çünki heç kimi təhqir eləyə bilməz sosial şəbəkə üzərində. İndi hələ də ki eləyirlər və elə bilirlər ki, onlara qarşı addım atılmayacaq. Onlar həmişə belə danışacaq, eləyəcək. Valla, elə bir şey yoxdur da. Zamanla hamısı elə gözəl tənzimlənəcək. Yəni, q.c yazmışdı da mənə. Hamı da bilir ki, o sözün açması nədir də, bütün variantı nədir. Düzdür, deyir, mən qadıncıq yazmışdım, amma qadıncıq sözünün nöqtələrinə yazmağa ehtiyac yoxdur ki, niyə yazırsan ki, qadıncıq yaz da? Məsələn, qadının əzizlənmiş formasıdır. Necə ki, gəlini əzizləyəndə gəlincik demirik, tutaq ki, həmin şeydir. O nöqtə yazdığına görə orada da cavab verdi. Yəni, bu qədər bəsit.
erməni xüsusi xidmət orqanlarına deyir, işləyirsə də bizim qurumlar bunu araşdırsın. Sən utan bölmürsən. O sözə görə məsələn mən onu məhkəməyə çox rahat bir şəkildə verə bilərdim, çox rahat. Çünki bilirsiniz o nə deməkdir? Erməni xüsusi xidmət orqanlarına işləyir. Və bilirsiniz, onu sübut eləmək lazımdır. O heç kimin elə belə deyim də, o balaca böyük başının formasından, ölçüsündən asılı olmayaraq heç kimin axı başının çəkə biləcəyi bir şey deyil ki, sən bu qədər şər böhtan atırsan. Sonra da gəlib oturub belə, bəli, mən şübhələnirəm. Deyirəm ki, get müraciət elə də, belə mənim vaxtım yoxdur. Mən də arxasınca deyirəm ki, hüquq mühafizə orqanlarına bunun üçün müraciət etməsəz, heç kişi deyilsiniz demişəm. O da deyir ki, mənim vaxtım yoxdur. Yəni, belə şey vaxtla mı ölçülür? Sən orada dastan yazırsan mənlə bağlı. Deyirsən ki, indi də şübhələnirəm mən. Ki, belə. Yəni, mən də deyirəm ki, gedin verin. Deyir ki, vaxtım yoxdur, deyir. Elə olur, bəs. Yəni, Elşən bəy hüquq mühafizə orqanları qarşısında cavabını verəcək məhkəmədə. Yəni, belə. İndi kim qəbul edərsə o sözləri, yenə də deyirəm, halal xoş olsun qəbul eləsin, amma mən qəbul eləmirəm. Heç kəs məni elə ittiham eləyə bilməz, heç kəs. Söhbət bağlanıb, zaten bağlamağını. Sadəcə indi deyirlər ki, naxaq ilə danışdım, naxaq ilə dedin, ona görə mən açıqlayıram. Yenə də deyirəm, sabah ola bilər ki, elə bir mövzu ola bilər ki, mən Akif Nağın bura dəvət eləyə bilərəm. Mən o ilə düşmənəm deyə bir şey yoxdur. Mən orada düşmənçilik filan da elan eləməmişəm ki. Yəni, sonuçta hamımız Azərbaycanlıyıq da. Sadəcə hər kəs, belə deyək də, danışığını bilməlidir də. Mələk xanım, dedim də, hüquqi müstəvidə vəkilim məşğul olur o işlə. Yəni, o yəqin ki, xəbər yayılacaq, biləcəksiniz. Biraz səbirli olun, çünki 11 gün Azərbaycanda qeyri iş günüdür. Azərbaycanda evi olmayanlar 500 manat pul və kirayədə əskər böyüdürlər. Bu ailələr haqda nə düşünürsünüz? Allah köməyiniz olsun. Əskər böyütməsəz, qız böyütsəz, gələcəyin gəlinini, anasını böyütsəz 500 manatda qala bilərsiniz, amma əskər böyüdürsünüz deyə qala bilməzsinizmi? Sizcə bu yanaşmanın özü o qədər səhv və mənasız bir yanaşmadır. Yəni Allah İnşallah ki, pul yetirsin sizə, öz eviniz olsun, əskərinizi də böyüdün. O əskər həm də sizin oğlunuzdur da, bir ömür əskərlikdə qalmayacaq ki, oxuyubsa 1 il çəkəcək, oxumayıbsa 1 il 6 ay çəkəcək, yenə də qayıdacaq, yenə də sənin də övlad, sənin də. Amma ki, valla bu ritorika düz deyil, əskər böyüdürəm kirayədə. 50 il kirayədə qalan adamlar var, Yəni, o mənə niyə deyirsiniz? Elə bir ki, mən Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyirəm, yoxsa harada işləyirəm, ev paylamaqla məşğulam ki. Mənim də qaynatamın verdiyi ev olmasaydı, biz də kirayədə qalacaqdıq. Sadəcə bəxtimiz orada gətirib ki, qaynatam bəli ev verib bizə. Yəni, yoxsa biz də kirayədə qalacaqdıq. İkinci də ki, əskərə getmək hamının borcudur. Bütün Azərbaycan oğullarına səhhəti icazə verirsə, hamısının da borcudur. Niyə qalmalıdır? Ay maqa, sənin pulun yoxdur ev almağa, mən neyiniyim ki, ata? Mənim maaşım da o qədər deyil, sən ev alım, yer gəlmişkən onu da deyil. Yəni, əskəriyə getmək hər kəsin borcudur. Kişilik məktəbində əskərik. İndi görürsünüz, yalandan bu yararsız alanları necə keçirdirlər təzdən. Mənim də bir oğlum var, əskər də gedəcək, əskərliyin də çəkəcək. Niyə də çəkməməlidir ki, başa düşmədim. Nə üçün? Kim qoruyacaq bəs bu vətəni? Kim əskəriyə çəkəcək? Hamımız gizlədək. Biri desin bir oğlum var, biri desin 3 oğlum var, biri desin imkanlıyam, biri desin varlıyam, biri desin oliqarxam. Hamımız gizlədək oğullarımızı. Sonra nə olacaq? Yenə edirəm, o kişilik məktəbi. Mən valla gözüm açıb belə görmüşüm. 2 qardaşım, ikisi də əskərliyin çəkib, hərbisini çəkib, kişi kimi. Mən hətta istəyirəm qadınlar da əskəriyə getsin. Kaş ki bizdə olardı, qadınlar da əskəriyə gedərdi. Çox təəssüf, amma yox. Dövlətin necə vətəndaşın qarşısında öhdəliyi yoxdur. Mən elə bir şey demədim ki, dövlətin vətəndaş qarşısında öhdəliyi yoxdur. İkinci də ki, Ernesto Che Guevara Quvalla bir Azərbaycan dilində adını yaz, şəkilini qoy, ondan sonra bu mövzunu da danışaq biz sənlə.
Qorxursan adını yazmağa sosial şəbəkədə. Anonim girə bilməyəcəksiniz bir müddətdən sonra sosial şəbəkəyə. Yeri gəlmişkən onu da deyim. Kişilik məktəbi kasıblar üçündür. Of ay Allah, elə ki səfərbərlik üzrə, nə bilim hərbi çağırış üzrə, səfərbərlik üzrə, nə qoş danışaq, nə danışaq xuliqan. Deyən, nə xuliqanlıq eləmişsə, ondan danışaq, nədən danışaq. Suala cavab verməz. Deyirəm, adınla gir, öz şəklindən gir, cavab verim də. Necə ki, mən öz adımla, öz şəklimdən girirəm. Qorxursan adınla girməyə sosial şəbəkəyə? Gir adından, şəkli və də qoy. Deyim ki, məsəl üçün, Əli Həsənov, sualınıza cavab olaraq deyim ki, dövlətin də vətəndaşın qarşısında öhdəliyi var. Niyə yoxdur ki, dövlətin də öhdəliyi var vətəndaş qarşısında? Kim deyir ki, yoxdur? Mən ümumiyyətlə elə bir şey demədim ki, yoxdur. Sadəcə qorxaq olmayın, ürəkli olun, öz adınızla girin, öz şəklinizlə girin. Madam ki, belə nəyinsə hesabatını soruşursunuzsa, hesabatını soruşsansa, birinci sənələ özünü təqdim eləmək, görüm kimdir mənlə danışan. Peki xaricdə oturan düşmənlərimdən sən girmirsən ora. Düşmənlərimizdən, düşmənlərim deyəndə mənim şəxsən düşmənim yoxdur. Bəlkə kiminsə puluna danışan adamsan, heç olmasa ad soyadı yaz orada. Bilək də məsələn. Nə sual verdi ki, qorxursan? Sərxan bəy, mən qorxmuram, yox qorxmuram. Deyir, dövlətin bəs vətəndaş qarşısında öhdəliyi yoxdur. Mən də deyirəm, cavabı verirəm. Amma ki, zəhmət olmasa bir adı yaz. Alejandroye Çikkalimale Sandrikore. Mən ona nə cavab verim ki? Adam adını yaza bilmir, şəklini qoya bilmir, adam özünü təqdim eləyə bilmir. Nə cavab verəcəm ki mən ona? Heç dəxli var. Sizin həvəsiniz varsa cavab verin. Mən yeri yurdu bəlli olmayan adamlara cavab vermirəm. Adımızla, soyadımızla, şəklimizdən giririk. Girsin də adı ilə, soyadı ilə, şəkli ilə. Nəysə dostlar, özünüzə yaxşı baxın, özünüzə müğayət olun. İnşallah ki danışarıq, inşallah ki görüşərik. Allah sizi də qorusun, Allah sizi də var eləsin. Minimum əmək haqqı nə vaxt artacaq? Artacaq inşallah. Bax, baş nazir artdı, baş prokuror artdı. Ondan sonra canım istəsi, Milli Məclisin sədri Sahibə Qafarovanın maaşı artdı, nazirlərin maaşı artdı, icra başçıların maaşı artdı. Mən arzulamışam, burada birdən arzulamışam ki, gün o gün olsun biz də sevinək. Və mən inanıram ki, bəli, cənab prezident bizi də sevindirəcək. Düzdür, onların bütün təminatları kəsildi, əlavələr kəsildi, nə bilim, onlara mükafatlar filanlar verilir də, onlar hamısı kəsildi, amma inşallah bizi də sevindirəcək cənab prezidentimiz. Mən buna çox inanıram. Bir gün olacaq ki, minimum əmək haqqımız 450 manat olmayacaq, 900 manat olacaq. İnşallah Qarabağ tam qurulandan sonra mən düşünürəm ki, bizim sosial təminatımız çox yaxşı olacaq inşallah. Belə dəyərli izləyicilərimiz, özünüzə yaxşı baxın, sən sevdiyi, Allah razı olsun. Çox-çox sağ olun. Boya qoymalıyım. Bugün zəng elədim ustama. O dedi ki, əlimdə iş var. Hələ 2 gün əlində iş var, heç nə. Neyiniyim? Amma kəstirdim də axır ki. Uzanmışdı, çox belə pis idi. Qəşəng kəstirdim. Öz ustama qoydurmağa vaxtım olmadı. O bir boya ustasına qoyduracam. Neysə dostlar, özünüzə yaxşı baxın, özünüzə müğayət olun. İnşallah ki, görüşərik. Yaxşı ki, varsınız. Təşəkkür edirəm hər şeyə görə. Allah'a emanet.